Bəzən düşünürəm ki, sahibkar mühasibə gələndə maaşı vermir, amma riskli vergi ödəyicisi olanda cəri 20-30 mini rahat ödəyir. Hərdən kameralla bağlı onu da deyirəm. Kameralda həmişə deyirəm mühasib sığorta edən kimi davranmalıdır. Kameral hesablamaya kimi bütün prosesləri elə tənzimləməli ki, o hesablama olmasın. Amma onu eləyəndə də o tərəfi sahibkar görmür. Amma elə ki kameral hesablanır, ciddi vergi yükü, bankda hesablar bloklanır, artıq sahibkar heç kimə ödəniş eləyə bilmir, fəaliyyətinə məhdudiyyət var. O zaman artıq sənin o kameralı həll edən adam sənin üçün olur çox yaxşı adam, çox yəni işə yarayan adam. O da yenə bizim o təqdimat məsələsi. Biz gərək məsələn kameral gəldi, bu qədər fərq var. Düzdür, kameralın gəlmək səbəbləri də fərqli ola bilər. Bəzən izaha ehtiyacı ola bilər. Burada gəlir bizim mühasibin yazı qabiliyyəti girir ortaya. Çünki mühasib yazı qabiliyyəti yaxşı yazıb vergini əmin eləməlidir ki, mən bunu buna görə belə yazmışam. Vergidə əmin olmalıdır. Biraz bu proseslərdə belə gedir. Amma yəni bazarda bəzən də görürsən sahibkar məsələn elə mühasibə elə yaxşı maaş verir, amma mühasib məsələn onu yarıtmır belə deyək. Bu hallar da az deyil yəni. Görürsən ki, yəni bu hallar da var. Yəni deməzdim ki, elə həmişə sahibkar mühasibin maaşını kəsir, eləyir və bəzən də gəlir məndən məsələn aylıq 2000 manat mühasibin ödəyib məndən illik hesabat istəyəndə deyir, sənə də 1000 manat verir. Bu görürsən ki, ciddi bir rəqəmdir. Və sən aylıq 2000-i vermirsən ona, işlərin bu həddə gəlib mənə illiyə görə deyirsən ki, sənə də 1000 manat verim.